Salam, növbəti videomuza xoş gəlmisiniz. Bu videoda isə biz VMware-in üzərində, virtual maşın üzərində Windows Server 2022-nin quraşdırılmasına və aktiv direktorunun aktiv edilməsinə baxacağıq. Xatırlayacağınız üzrə bundan əvvəl biz aktiv direktor ilə bağlı bir nəzəri video çəkmişdik. Daha sonra praktik bir video olacağını da qeyd etmişdik. Bu dərsdə isə artıq müəyyən qədər bir giriş eləyəcəyik. Sadəcə belə deyim, aktiv direktor çox geniş bir mövzudur. Biz bu dərsdə sadəcə aktiv direktorunun qurulmasına baxacağıq. Bunun davamı olan dərslərdə isə artıq aktiv direktorda istifadəsinin yaradılmağıdır, icazələrin təyin olunmağıdır və sair kimi mövzulara da yenə inşallah birlikdə göz gəzdirəcəyik. Aşağıda 2 ədəd link qeyd etmişəm. Bu linklərdən birindən siz VMware-i yükləyə bilərsiniz. Bu link vasitəsilə də birbaşa Windows Server 2022-nin öz rəsmi yüklənmə səhifəsinə gedə bilərsiniz. İnternetdə birbaşa Windows Server 2022 yazaraq da eyni şəkildə bu səhifə ilə qarşılaşa biləcəksiniz. Bizə ISO faylı lazımdır. Hansı ki biz burada virtual maşında qaldırdığımız üçün Kali Linux'da da olduğu kimi biz burada ISO faylını yükləyirik. Mən bunu bir daha yükləməyəcəm. Məndə daha öncə yükləndiyi üçün, ancaq siz bunu yükləyə bilərsiniz. VMware-in quraşdırılması ilə bağlı bir videomuz olacaq. Ancaq necə quraşdırılmaq lazımdır bunu hələ ki bilmirsinizsə, VirtualBox üzərindən getmisinizsə, proses çox sadədir. VMware olduğu kimi atdığım linkdən yüklüyorsunuz. Daha sonra next düymələrinə basaraq özünüz də görəcəksiniz ki, rahat bir şəkildə quraşdıra biləcəksiniz. Daha sonra biz gəlirik fayl hissəsinə. Buradan yeni virtual maşın seçim eləyirik. Daha sonra ilk seçim typical, yəni məsləhət görülən seçimi seçirik. Next düyməsinə basırıq. Burada bizdən 3 dənə seçim verir. Drive üzərindən aktivləşdirmək, birbaşa ISO faylını aktivləşdirmək, bir də əməliyyat sistemini daha sonra aktivləşdirmək seçimi. Siz birbaşa ISO faylını buradan yükləsəz görəcəksiniz ki, sizdən lisans key istəyir. O səbəbdən biz 3-cü seçimi eləyərək davam eləyirik. Daha sonra buradan bizdən əməliyyat sistemini seçməyimizi istəyir. Microsoft Windows'u seçmişik. Aşağıda isə versiyanı buradan qeyd eləyirik. Bizdə 2022 olduğu üçün yenə təbii ki 2022-ni seçdik. Buradan bizdən adlandırma verməyimizi istəyir. Məndə artıq bundan daha öncəsində maşınlar olduğu üçün belə bir adlandırma oldu. Siz də adlandırmanı özünüzə uyğun verə bilərsiniz. Daha sonra next düyməsinə basırsınız. Buradan sizdən hard disk üçün nə qədər yer ayırmağını istəyir. Ortalama 20 GB versəz düşünürəm ki, kifayət eləyir. Bu təbii ki, sizin öz kompüterinizin yaddaşından asılıdır. Əgər kompüterinizdə yaddaş çoxdursa, daha çox verə bilərsiniz, azsa da nisbətən daha aşağı verə bilərsiniz. Daha sonra heç nə dəyişmədən next basırıq və finish düyməsi ilə artıq yekunlaşdırırıq. Və gördüyünüz kimi bizdə artıq VMware-in üzərində server 2022 quraşdırılmış oldu. Burada bəzi konfigurasiya addımları var, hansı ki yavaş-yavaş onları icra etməyə başlayacağıq. Buradan biz virtual maşının öz belə deyim, setting hissəsinə gəlməliyik. Bunun 2 seçim var. Ya üstünə sağ düyməyə basıb settingsə keçirsiniz və yaxud VM üzərindən də eyni şəkildə setting hissəsinə keçə bilərsiniz. Biz indi ISO faylını SATA üzərində install eləyəcəyik. Burada gördüyünüz kimi 2 ədəd seçim mövcuddur. Biri fiziki drive-dan seçməlidir. Lakin bizə o lazım deyil. Daha sonra isə ISO image vasitəsilə seçmə seçimi mövcuddur. Mən download hissəsində olmalı idi. Bəli, mən buradan bunu yüklədim. Daha sonra heç nəyə toxunmadan OK düyməsinə basıram və biz yavaş-yavaş başladaq. Əgər hər hansı bir belə deyim, errorla qarşılaşsaz, gördüyünüz kimi hansısa bir düyməyə basmamızı istəyir. Bastıq. Yox, əslində basa bilmədik 5 saniyə keçdiyi üçün. Burada ola bilsin bəzi errorlar olsun. Əgər qarşılaşsaq, inşallah onları da bir yerdə həll etməyə çalışacağıq. Konfigurasiya ilə bağlı ola bilsin bəzi problemlərlə qarşılaşasınız. Əgər indi qurulum zamanı problem çıxmasa, mən özüm də yenə hər ehtimala qarşı sizə problemlərin necə həll oluna biləcəyini də bir daha göstərəcəm. Gördüyünüz kimi bizdə artıq boot səhifəsi açıldı. Bu bizim errorun ilk belə deyim, ilk versiyasını qarşılaşdığımızı göstərir. Bunu aradan qaldırmaq rahatdır. Burada hal-hazırda UEFI-dan istifadə eləyərək install eləyir. Biz bunu boota keçirməliyik. Gördüyünüz kimi mən hal-hazırda ekrandan tərpədə bilmirəm. Bunun üçün siz kontrol və alt düymələrinə basaraq çıxış eləyə bilərsiniz. Daha sonra biz bu maşını söndürürük. Buradan shutdown hissəsi ilə söndürə bilərsiniz. Daha sonra eyni şəkildə biz settings hissəsinə keçirik. Və buradan Options qisminə gəlirik. Options qismində gördüyünüz kimi Advanced hissəsi mövcuddur. Buradan UEFI yerinə BIOS-u seçirik və OK düyməsinə basırıq. İndi bir daha run eləyə görək hansısa bir problemlə qarşılaşırıq yoxsa yox. Gördüyünüz kimi bu səfər həmin problemlə qarşılaşmadıq, ancaq irəliyən belə deyim, yükləmə prosesində ola bilsin yenidən nəsə bir problem olsun. Bu səbəbdən mən buraları sürətləndirməyəcəm. İnşallah birlikdə hissəli şəkildə gedəcəyik. Buradan bizdən dilləri seçməyimizi istəyir. Mən olduğu kimi saxlayıram. Next düyməsinə basıram və Install Now düyməsinə eyni şəkildə klikləyirəm.
Biz hal-hazırda Windows Server 2022-ni quraşdıracağıq. Daha sonra maşının artıq qalxandan sonra da onun içində aktiv direktorunu inşallah birlikdə quraşdıracağıq. Burada bir neçə seçim mövcuddur. İlk seçim command line üzərindəndir, yəni kodlar vasitəsilə eləməliyik. Bu təbii ki, qrafik olaraq bizə çox uyğun deyil. Ona görə ikinci seçimi eləyirsiniz desktop experience hissəsindən. Daha sonra next düyməsini klikləyirik. Buradan şərtləri qəbul eləyirik və custom seçimini eləyirik. Gördüyünüz kimi burada bizim ayırdığımız 20 GB yaddaş burada görsəndi. Daha sonra next düyməsini bir daha klikləyirik və hal-hazırda qurulum işləmi başladı. Gördüyünüz kimi bizdə artıq işləmə tamamlanıb. İnşallah növbəti mərhələdə biz artıq maşını tam qaldırmış olacağıq və server menecер üzərindən içərisinə aktiv direktorunu quraşdıracağıq. Daha sonra gördüyünüz kimi bizdə açılan ilk səhifədə administrator üçün parol təyin etməyimizi istəyir. Burada Microsoftun öz kompleks parol tələblərini qarşılamaqdan əmin olun. Yəni elə bir parol yazın ki, daha sonra eyni şəkildə yadınızdan çıxmasın. Mən bura özüm üçün bir şifrə qeyd edirəm. Və gördüyünüz kimi artıq maşınımız açıldı. Burada bu səhifədən çıxmaq üçün Ctrl Alt Delete düymələri deyir. Ancaq virtual maşın üzərində olduğumuz üçün Ctrl Alt və Insert düymələrinə bassaz, yeni şəkildə bu səhifəni açmış olacaqsınız. Bayaq təyin etdiyimiz parolu burada qeyd edirik. Və gördüyünüz kimi artıq uğurlu şəkildə Windows Server 2022-ni virtual maşın üzərində qurmuş olduq. Hal-hazırda server menecер aktiv olaraq quraşdırılacaq. Gördüyünüz kimi qeyd etdiyim kimi artıq maşın qalxdığı anda eyni şəkildə server menecerde işə düşür. Bu səhifəni bağlayırıq. Daha sonra burada gördüyünüz kimi server menecerin içində bir neçə müxtəlif seçim mövcuddur. Tools qismi mövcuddur. View qismindən siz görünüşü dəyişə bilərsiniz və Manage qismindən də biz icazələri və rolları inşallah təyin eləyəcəyik. Qeyd etdiyim kimi Manage hissəsinə gəlirik və Add Roles and Features qismini eyni şəkildə klikləyirik. Bu səhifədə Next düyməsinə basırıq. Daha sonra Role Based və yaxud Feature Based Installation seçirik. Bir daha Next düyməsinə basırıq. Burada heç nəyə toxunmuruq. Bir daha Next. Buradan Active Directory Domain Service seçiminin seçili olduğundan əmin olun və Add Feature qisminə eyni şəkildə basırıq. Buradan istənilən digər seçimləri də eləyə bilərsiniz. Bizə sadəcə Active Directory lazım olduğu üçün hal-hazırda mən sadəcə Active Directory-ni quraşdıracağam. Daha sonra Next düyməsinə basırsınız. Burada hansı feature-ları istəyib istəmədiyimizi soruşur. Buradan sadəcə əmin olun ki, Group Policy Management eyni şəkildə kliklənib. Daha sonra Next-ə basırıq, bir daha Next-ə basırıq. Burada qurulumla bağlı bizdən bir sual soruşur. Məsələn, biz hal-hazırda bu seçimləri etmişik deyə bütün alt başlıqda olan toollar eyni şəkildə quraşdırılacaq və bu zamanda yenə install düyməsinə bir daha klikləyirik. Burada yenə bir daha siz müəyyən qədər gözləməlisiniz. Lakin bu səhifəni qətiyyən bağlamayın və yaxud bundan öncə olan restart qismini də qətiyyən klikləməyin. Çünki bu artıq quraşdırmadan sonra biz müəyyən bir domain controller yaradacağıq. Onun üçün yəni bu səhifə bizə lazımdır. Gördüyünüz kimi bizdə artıq yükləndi qeyd etdiyimiz Active Directory. Burada gördüyünüz kimi belə bir seçim çıxır. Promote this server to a domain controller. Əgər biz bir öncəki bölümdə restart hissəsini aktivləşdirmiş olsaydıq, avtomatik olaraq bu yüklənən kimi restart eləyəcəkdi. Bu zaman biz artıq bu hissəni görməyəcəkdik. Yəni biz hal-hazırda öz maşınımızı, hal-hazırda Windows Server 2022-də olan bu hostu domain controller vəzifəsinə çatdırırıq. Burada bizdə daha öncəsində bir domain və yaxud forest olmadığı üçün add new forest qisminə gəlirik. Burada məsələn mən yazıram Kronos .lokal. Burada lokal yazmamızın səbəbi biz lokal bir aktiv direktory qurmağımızdır. Lokal yazmasanız görəcəksiniz ki, bura sizə icazə vermir. Buna görə sona mütləq lokal əlavə etməyi unutmayın. Mən bir daha əlavə edirəm. Daha sonra bir daha next qisminə klikləyirəm. Buradan gördüyünüz kimi bizdə root domaində olan serverin hansı versiya olduğunu soruşur. Burada maksimum seçimimiz bizim Windows Server 2016-dır. Bunu eyni şəkildə olduğu kimi saxlayırıq. Daha sonra DSLM üçün bizdən bir parol təyin etməyimizi istəyir. Bu nədir? Ola bilsin hansısa bir istifadəçinin parolu unuduldu və yaxud bir parol dəyişmək istədik. Bu zaman bizdən DSLM parolu soruşulur. Bunu da eyni şəkildə güclü parol təyin etməyi unutmayın. Yəni bu sizin mütləq şəkildə xatırlamalı olduğunuz bir şeydir. Daha sonra Next düyməsinə basırıq. Daha sonra
Next düyməsinə basıram. Və burada NetBIOS domain name-də öz avtomatik olaraq Kronos olaraq təyin elədi. Daha sonra bu hissədə də yenə eyni şəkildə Next düyməsinə basırıq. Burada database-in log fayllarının və s. saxlanıldığı yerdə bir daha olduğu kimi saxlayaraq yenə Next düyməsinə klikləyirik. Gördüyünüz kimi hal-hazırda bütün tələblərlə bizim maşınımızın örtüşdüyünü bir daha təsdiqlədi və son mərhələ olaraq bir daha install prosesini icra eləyəcəyik. Install düyməsinə basaq və burada yenə bir müddət gözləməliyik. Və gördüyünüz kimi artıq install prosesimiz də bitdi və bizdən kompüterimizi yenidən başlatmamızı istəyir. Bu avtomatik olaraq baş verir. Close qisminə basırıq və hal-hazırda bizim maşınımız yenidən restart olunacaq və biz artıq təsdiqləyəcəyik ki, həqiqətən aktiv direktoru bizim maşınımızda qurulub, yoxsa yox. Və gördüyünüz kimi son olaraq virtual maşınımız açıldı. Biz bir daha yoxlayaq. Görək aktiv direktoru tam olaraq quraşdırılıb yoxsa yox. Burada gördüyünüz kimi daha öncəsində bizdə administrator deyə çıxmırdı. Gördüyünüz kimi hal-hazırda Kronos administrator kimi çıxır. Burada bayaq təyin etdiyimiz parolu bir daha qeyd edirik. Bir də ümumi məlumatınız olsun. Bizim yüklədiyimiz bu server menecer aşağıdan da görsəndiyi kimi 180 gün içərisində istifadə edə bilərsiniz. Yəni 180 gündən sonra artıq deaktivasiya olur. Ancaq 180 gün içində içinə istənilən aktiv direktorunu quraşdırıb, testlərinizi və s. rahatlıqla eləyə bilərsiniz. 180 günün sonrasında isə yenidən bir ISO faylı yükləsəz, yəni problem aradan qalxacaq. Aktiv direktorunu da bir daha yoxlayaq. Məndə açığı biraz donur. Ola bilsin başqa virtual maşın işlədirəm paralel. Amma düşünürəm ki, sizdə donmayacaq. Donsa əgər RAM-ını və ekran kartını artırmağı unutmayın. Gördüyünüz kimi burada Windows Administrative Tool qismi gəldi. Klikləyək. Və artıq gördüyünüz kimi aktiv direktorla bağlı bütün toollarımızdır, bütün alətlərimizdir burada eyni şəkildə görünür. Biz aktiv direktorla bağlı olan növbəti videoda artıq müəyyən qədər istifadəçiləri yaratmaqdır, qrupları yaratmaqdır, organizational unitlər vasitəsilə departmentləri və s. nəzərə olaraq bölməkdir və s. Bu mövzulara da eyni şəkildə toxunacağıq. Bu videoluq bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. İnşallah növbəti videolarda görüşənədək.